Bura haradır? Mən ara düşmüşəm. Ay bala, nə qarnını cırırsan? Problemli keçidlər şöbəsidir bura. Mən borc zad götürməmişəm. Problemli kreditlər yox. Keçidlər. Ölmüsən. Necə evdə yatırdım axı, nə vaxt öldürdülər məni? Gecə səni və yoldaşlarını evin içində diri-diri yandırıblar. İndi də digər tərəfə keçməkdə bizə problem yaradırsan. Kim öldürüb məni? Şaharavazın oğlu, böyük sərkərdə Məlik Məmməd. Məlik Məmməd? Danış. Niyə o tərəfə keçmək istəmirsən? Bizdivlərin qədim bir adası var idi. Sadəcə adamızda kök salan bir alma ağacı var idi. Zümrüd alması bar verərdi. Zümrüd almasını insanların yeməsinə icazə verməzdik. Çünki bu alma insanları 15 yaşına geri qaytarırdı. Divlər isə bu almadan təsirlənmirdi. Dünyanın axarını qorumaq üçün biz də bu almaları qoruyurduq. Şaharavaz oğlu Məlik Məmmədə bu almaları oğurlamağa tapşırmışdı. Bu adadan çıxıb şəhərə oxumağa getdiyim vaxtlar idi. Universitetə girmişdim. Bütün ailə sevincli idi. Mənimlə qürur duyurdular. Böyük qardaşlarım mənimlə fəxr edirdi. Hələ anam aş bişirmişdi. Atam universitetə girəndə mənə at alacağını söz vermişdi və sözünü tutmuşdu. Semestrin axırı şəhərə qayıdanda ətraf sükut içində qaranlıq və dumanlı idi. Şaharavazın oğlu Məlik Məmməd adadakı bütün divləri qətlə yetirmişdi. Qardaşlarım, atam, anam. O fəlakətdən sadəcə 3 div xilas olmuşdu. Mən, nənəm və bibim oğlu. O hadisədən sonra padşah cavanlaşdı. Məlik Məmməd yüksək vəzifəyə gəldi. Mən isə... ÖKK, просыпайся, они нас нашли, блядь, открой глаза! Məncə sizə vaxt verə bilərik. Ты меня слышишь? Böyük ağa, hələlik. Hamınız birbaşa atlara!